Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92-170 marşrutlarından 200-250 metr məsafədə 3 sotun içində, bəlkə də çox hələ 4 geniş otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Rahat həyətinə 3 maşın rahat daxil ola bilər. Geninə boluna həyəti var. Evin genişliyi göz qabağında. Baxın, genişliyi çox genişliyi. Otaqları süper genişliyi, ürək açandır. Qiymət də baha deyil. Yerinə görə valla qiymət baha deyil. Sonda mən sizin nəzərinizə çatdıracağım. Şəxsən, yəni Biləcərdə məsələn, bu qiymətə 4 otaqlı demək olar. Belə həyəti böyük elən qiyməti yoxdur. Keçən evin içinə tanış olaq. Bura evin giriş hissəsində viranda hissəsidir. Gördüyünüz kimi yayda zətdə oturmaq üçün ev sahibi burada belə bir şərait yaradıb. Ev həqiqətən yeri də yaxşıdır. Yola yaxındır. Yüngülvari kosmetik ehtiyacı var. Yəni bugünkü vəziyyətdə vallahi billahi hörmətli izləyicilər ucuz verir. Yəni yerinə, torpağına görə yüngülvari kosmetik xərci ehtiyacı var. Girən kimi bax geniş dəhliz. Görürsünüz hörmətli izləyicilər. Ev həqiqətən çox geniş, ürək açan. Sağ tərəfdə mətbəx. Mətbəxi hardası 14 kvadrat olar. Sol tərəfdə sanuzel hissəsidir. Qobran çəkə otaqların genişliyində deyəcəm sizə. Demək, sanuzel hissələri bura, hörmətli izləyicilər, düzdür, hamama təmirə ehtiyac var. Bugünkü vəziyyətdə burada sanitar qovşağıdır. Təmirə ehtiyac var. Amma bugünkü vəziyyətdə o satışa qoyulan təzə evlər bu ölçüdə deyil. Təmir olan evlər bu ölçüdə deyil. Bax, girən kimi hardası 3 metrdən çox dəhliz elə bir dənə böyük elə bir otaqdır. Giriş hissəsi. Otaqların genişliyinə söz ola bilməz. Burada böyük bir yataq otağı. 4-ün 6-ya 24 kvadrat. Görürsünüz hörmətli izləyicilər. Hamızda öz həyətinə baxır pəncərələri. Arxa küçəyə də çıxış var, qabaq küçəyə də çıxış var. Gördüyünüz kimi. Bax burada bir 24 kvadrat, 4-ün 6-ya geniş hələ bəlkə də. Burada bir hardasa 4-ün 4-ə bir geniş bir yataq otağıdır. Evə kosmetik xərc lazımdır. Yəni yüngülvari kosmetik xərc eləsəm, yəni bu evin qiyməti üst belindədir. Yenə də, amma ən azından evin otaqları kimsə geniş otaqlı ev istəyirsə buradadır. 4-ün hardasa təxmini bir 7 metr, 8 metr, 30 kvadrata yaxın. Boylar dəyişilməlidir. Yaşayışlı evdir. Yəni nəzərinizə çatdırım hörmətli izləyicilər. Bugünkü vəziyyətdə alıb yüngülvari xərc çəksəniz, geniş otaqlı ev istəyənlər üçün ən əlverişli bir evdir. Burada da yenə bir geniş yataq otağıdır. Bu da hardasa 4-ün 5-ədir, 5-in 5-ədir. Böyük bir yataq otağıdır. Kosmetik xərcə ehtiyac var. Boylardır, yüngülvari kosmetik xərcdir. Sistem də hamısı var, kombi sistemi də hamısı var. Yəni bunlar nəzərinizə çatdırım. Yox, kombi sistemi yoxdur. Ev deyəsən qaz peçi ilə qızdırılır. Bu nəzərinizə çatdırım. Hörmətli izləyicilər, yəni evin genişliyi söz ola bilməz. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmalarına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Ses Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın hörmətli izləyicilər. Demək, evin qiyməti 100 min start qiymətdir. 100 min. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibinə görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. 100 min start qiymətdir. 3 sotun içindədir. 4 geniş otaqlı evdir. Marşruta yaxındır. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. Amin.